Hacı Allah canı sağ olasın. Geldim yani ki bura 200 gün qabaq ümidsiz gelmiştin de bilirsən sən. Geldim ki inanmadım. Bəli, Özüm bəli. Xaricdə yaşayan insanam. Bəli. Orada neçə dənə yerə getmişdim. 2 dənə düz sağsızı getdim. Öz böyük bir şirket idi. Gittim o şirketlere verdim sağladı. Heç kim oyunu almadı. Dedi yok dedi. Roman Jerome şirketine göndermelidirler Şvitsariya. Dediler ki biz ancak onlar düzeltebilir. Biz yani karantin durmuyoruz buna. Neyse çıktım götürmedim. Dedim özüm gedəndə Şvitsariyaya orada düzelttiler hem de. Dedim Bakı firmanın özüne gedərəm. Elə Bakıya gələn ərəfədə idi. Hardasa fikirləşdim dilxoram. Dedim neyniyim. Baxın da saat yani ki özü değerli saattı mənim üçün. Neçə almışdın o saati? Bu sahada 2014'te 25 mi vermişim? Euro, dollar. Euro yok. 25 bin euro almışsın. 25 bin euroya almıştık o vaxtlar 2014'te. Buradaki yani bir məclisdə dostum götürdü. Vurdu yere dedi bu nedir ki böyle bahalıdır. Vurdu yere ondan sonra dayandı. Şimdi dostlar kardeşler sağ olsun. Geldim ondan sonra Bakıya. Gelmemişten qabaq zəngləşdim uşaqlarla. Yəni ki mənim yaxşı dostlarım da var. Allah canlarını sağ olsun. Qardaşlarım da, əzizlərimdir. Onlar da dedilər ki gel Bakıya narahat olma. Bizim Bakıda bir dənə Hacı adında ustamız var. Dedim ki bu da yani vəzifəli şəxslərdir mənim. Dediler Targov'da işləyir. Targovda Hacı adında bir usta var. Dediler gel narahat olma. Ver ona dedi biz karantin dururuq onun yerine. Geldim gene de ümid yok idi. Açığı değil. İnanmırdın. Çünkü bunun bir açarı var bu saatin. Her açar, bu açarı herkes yoktu. Yani o şirketleri Almanya şirkette açılmadılar. Geldim ümidsiz bura. Dedim verin bakın da deyirlər düzeltmeyecek. Ümidsiz idi. Verdim sizde Allah sağ olsun sağ olasın. 3 güne düzelttim verdim. 3 gün ha. 3 gün de ne? Hasan gelmiştim. 3. gün gelmiştim. 2. gün gelmiştim. Aha. Verdim size. Bu illərdə 5. gündə. Allah canı olsun. Belə bu dərəcə saatin düzəlməyinə inanmırdım. İnanmadım. Hələ zapçasları ki söktünüz, mənə göstərdiniz. Şəkillərini attım sizin WhatsApp'a. Ürəyim getdi onda vəbşə dedim, həzir dedim. Saat getdi. Saat getdi. Allah canı sağ olsun. Siz özünüz... Mən özüm indi Almanyaya gedim, o saat sazların yanına bu şəkilləri də göstərəcəm. Ondan saatı göstərəcəm ki, bax, sizin düzəldə bilmədiniz. İstirdiniz mənə Roman Jerome şirkətinə göndərmək. Bax, bunu mən Bakıda düzəltdim. Hacı adında Targov'dan. Bizim məşhur usta var Bakıda. Bayaq dediniz Türkiyədə istədim. Gedəndə istədim. Türkiye'de ürək eləmədim. Çünkü mən yox idi. Türkiye'de de istəyirdim. İstanbul'da kaldım 1-2 gün. Dedim orada göstərim. Vermədiniz. Yani ucuz saat olsaydı, değersiz saat olsaydı belki de vererdim. Yani saat kıymetli olduğu için biraz yani güvenmedim. Ona göre de dediler ki biz halal bir hacı var. Yani ki güvenilecek bir insandır. Bir de yaxın qardaşlar məsləhətdir. Allah canını sağ olasın. İndi onları da görəndə onlara minnətdarlıq bildirərsən. Davam edəcəm. Hələ deyir fıskırıq həngamı bundan sonra da. O bir dənə üstdən də çəkim o saatı yaxından. Yaxından çəkək. Bax bu saatdır. Bax qoy hamı da görsün. Oldu, xeyirli olsun. Can sağlığı ilə işlətkinən. Nə vaxt qulluğun olsa, qulluğunda biz həmişə hazırıq sənin. Çox sağ ol Əziz. Öpürəm səni. Məsləhət görürsən orada. Var uşaqlar bizim yəni yaxınlarım Almanya'da yaşayan uşaqlar. Sağ olun əziz dostlar, sağ olun. Nə qulluğunuz olsa buyurun qulluq. Bütün dünya bilsin ki, belə usta var. Belə bir usta. Öpürəm səni. Çox sağ ol. Çox sağ ol. Sağ ol.